Salam, hər vaxtınız xeyir, əziz və dəyərli kanal izləyiciləri. Bugün sizlərə 2-ci sinif Azərbaycan dili dərsliyindən növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl sizdən bir xahişim olacaq ki, yeni dərs izahlarından ilk xəbərdar olmaq istəyirsinizsə, zəhmət olmasa kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bununla yanaşı onlayn hazırlıqlara qeydiyyat davam edir. Aşağıdakı nömrə ilə əlaqə saxlayaraq qruplarımıza qoşula bilərsiniz. Qruplarımızın üstünlüyü ondan ibarətdir ki, qruplarımızda maksimum 5 nəfər olur. Həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə tədris olunur. Bununla yanaşı riyazi bacarıqlarının inkişaf etdirilməsi, oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi, oxuyub anlama mətnlərini müstəqil necə işləmək olar, dərslikdəki mövzuların dərindən izah olunması və mənimsədilməsi, həmçinin ev tapşırıqlarına dəstək və həftəlik və aylıq sınaqlar təşkil olunur ki, bütün bunların hər biri bizim dərs keyfiyyətimizdən xəbər verir. Siz də vaxt itirmədən qruplarımıza qoşula bilərsiniz. İndi isə keçirik mövzumuzun izahına. Hansı cümlədə oxucunun mətndəki hadisəyə münasibəti ifadə olunur? Qadın hökmdarın əmrini pozmuşdu. Məncə hökmdar ədalətli idi. Baxın, münasibət bu cümlə olacaq. Niyə? Çünki həqiqətən qadın hökmdarın əmrini neynəmişdi? Pozmuşdu. Bu bir həqiqətdir, bir real faktdır, olmuş bir şeydir. Amma bu öz fikrinə görə deyir ki, özünün münasibətini bilir ki, məncə hökmdar ədalətli hərəkət etdi. Sənə görə ola bilər ki, ədalətli hərəkət etsin. Bəlkə mən deyirəm ki, ədalətli deyil. Artıq bu oxucunun, yəni kitabı oxuyanın, nağılı oxuyanın hökmdara olan, mətndəki hadisəyə olan münasibətidir. Fakt nədir, münasibət nədir? Fakt həqiqətdir, onu sübut etmək mümkündür. Məsələn, deyirik ki, Azərbaycanın bayrağı 3 rənglidir. Bu bir faktdır. Həqiqətən də bizim bayrağımız 3 rənglidir. Deyirəm, Azərbaycanın paytaxtı Bakı şəhəridir. Bu da bir faktdır. Həqiqətən belədir. Mən yalandan demirəm ki. Daha sonra, məsələn, şahmat taxtasında 64 xana olur. Həqiqətən biz şahmat taxtasında xanaları sayıb 64 dənə olduğunu görə bilərik. Məsələn, Azərbaycan bayrağının üzərində ay və 8 güşəli ulduz var. Həqiqətən biz bunu sübut eləyə bilərik. Bayrağımızın şəklinə baxarıq və yaxud da bayrağımızın hər yerdə asılmış versiyası var. Orada da baxıb görə bilərik və sayarıq ki, həqiqətən 8 güşəli ulduzdur və bayrağın üstündə də ay var. Bəs münasibət nədir? Müəyyən mövzu ilə bağlı bizim fikirlərimizdir, duyğularımızdır, hisslərimizdir. Biz ifadə edirik. Məsələn, deyir ki, şahmat ən maraqlı idman növüdür. Bu sənə görə maraqlıdır. Məsələn, mənə görə ən maraqlı idman növü tutalım ki, voleyboldur. Və yaxud da futboldur. Məsələn, adətən oğlanlar futbolu sevir, amma qadınlar, qızlar sevmirlər. Oğlanlar deyir, mənə görə ən maraqlı oyun futboldur. Bu elə deyil ki, hər kəs onu maraqlı görsün. Məsələn, qızlar deyəcək ki, xeyr, bizə görə ən maraqlı idman növü futbol deyil. Çünki əksəriyyət qızlar futbolu çox da sevmirlər. Daha çox oğlan oyunudur. Oğlan oyunu olduğu üçün. Deməli, bu artıq onların münasibətini bildirir. İndi keçirik tapşırıq B-yə. Cümlələrin fakt yoxsa münasibət bildirdiyini müəyyənləşdirin. Futbol komanda oyunudur. Bəli, bu faktdır. Çünki həqiqətən də futbolda komandalara bölünürlər. Məsələn, Qarabağdan Chelsea oynamışdı. 2 komanda oynayır, 2 komanda iştirak edir. Tutalım, Qalatasarayla Beşiktaş oynayır. 2 komandadır, 2 komanda da oynayır. Aha, sonra deyir, xokkey oyunu futboldan çətindir. Bu artıq münasibətdir. Çünki bəlkə sənə görə çətindir. Xokkeyi o qədər gözəl oynayanlar var ki, onlar deyəcəklər ki, xeyr, əsla futboldan çətin deyil. Sadəcə olaraq onun asan yollarını bilmək lazımdır ki, rahat oynaya biləsən. Mən şahmatı xoşlayıram. Ola bilər, bu sənin münasibətindir. Mən xoşlamıram. Mən məsələn şaşkını xoşlayıram.
Mən məsələn futbolu xoşlayıram, rəqsi sevirəm, mən başqa şeyi xoşlayıram. Üzgüçülük su idmanı növüdür. Bəli, həqiqətən də üzgüçülük su idmanı növüdür. Çünki suda idman edirsən. Bu bir faktdır. Daha sonra müəllimin oxuduğu mətni dinləyin, şəkillərə baxın və nə deyir bizə sonra? Deyir ki, dinlədiyiniz faktların hansı olimpiya simvoluna aid olduğunu müəyyən edin. Gəlin mətni oxuyaq. Bir dəqiqə mən mətni tapım. Olimpiya simvolları. Olimpiya oyunlarının şüarında qaçış, hündürlüyə tullanma və ağırlıq qaldırma idman növlərinin işarələri var. Qədim olimpiya oyunlarında qaliblər qızıl, gümüş, bürünc medallarla deyil, müqəddəs zeytun budaqlarından hörülmüş çələnglə mükafatlandırılırdılar. Deməli, indi necə qələbə qazananlara medal taxırlar? Məsələn, deyirlər, birinci yerə qızıl medal, ikinci yerə gümüş medal. Amma qədimdə elə deyildi. Onların başına zeytundan hörülmüş çələng, yəni gül formasında çələng taxırdılar. Bir-birinə ardıcıl keçirilmiş göy, sarı, qara, yaşıl və qırmızı rəngli halqalar olimpiya oyunlarının əsas simvoludur. Deməli, olimpiya oyunlarının əsas simvolu nədir? Bir-birinə keçirilmiş göy, sarı, qara, yaşıl və qırmızı rəngli halqalar olimpiya oyunlarının simvoludur. Bu rənglər bütün ölkələrin bayraqlarında istifadə olunan rənglərdir. Bunlar əsl dostluq rəmzidir. Olimpiya məşəli Yunanıstanda Olimp dağlarında yandırılır. Daha sonra oyunların keçiriləcəyi ölkələr ətrafında səyahət etdirilir. Deməli, mətni dinlədik, şəkillərə baxırıq, dinlədiyiniz faktların hansı olimpiya simvoluna aid olduğunu müəyyən edin. Baxın, olimpiya oyunlarının şüarında qaçış, hündürlüyə tullanma və ağırlıq qaldırma idman növlərinin işarələri var. Bu aiddir üçüncü şəklə. Daha sonra, qədim olimpiya oyunlarında qaliblər qızıl, gümüş, bürünc medallarla deyil, müqəddəs zeytun budaqlarından hörülmüş çələnglərlə mükafatlandırılırlar. Bu dördüncü şəkilə aiddir. Bir-birinə ardıcıl keçirilmiş göy, sarı, yaşıl, qara, yaşıl və qırmızı rəngli halqalar olimpiya oyunlarının simvoludur. Bu rənglər bütün ölkələrdə, ölkələrin bayraqlarında istifadə olunmuş rənglərdir. Bunlar əsl dostluq rəmzidir. Baxın, göy, sarı, qara, yaşıl, qırmızı. Bu rənglərdən istifadə olunub. Bu abzasa aiddir birinci şəkil və dördüncü abzasa da Olimpiya məşəli Yunanıstanda Olimp dağında yandırılır. Daha sonra oyunların keçiriləcəyi ölkələr ətrafında səyahət edilir. Məşəl də bu ikinci şəkildir. Yandırılır. Daha sonra hansı ölkədə olimpiya oyunları keçirilirsə, o ölkələrin ətrafında gəzdirilir. Tapşırıq üçün məlumatların hansı olimpiya simvoluna aid olduğunu müəyyən edin. Xalqlar arasında dostluğa işarədir. Baxın, bu hansı idi? Bu halqalar idi. Yazırıq qarşısından, ya da buradan yazaq. Birinci nədir? Olimpiya halqaları. Daha sonra keçirik ikinciyə. Olimpiya iştirakçılarına mesaj göndərir. Bu hansı idi? Olimpiya şüarı. Baxın, daha sürətli, daha yüksək, daha güclü məlumat ötürür. Sonra keçirik üçüncüyə. Biraz bunu belə qaldırım. Üçüncüdə nə deyir bizə? Üçüncüdə deyir ki, Olimpiya oyunlarının vətəninin Yunanistan olduğuna işarə edir. Bu isə əlbəttə ki, hansı olacaq? Olimpiya məşəli. Çünki deyir o Olimp dağında yandırılır və hansı ölkədə keçirilirsə, o ölkələrin ətrafında gəzdirilir. Dördüncü,
Dördüncüdə deyir ki, zeytun ağacının budaqlarının qızıldan da üstün olduğu bildirilir. Burada dördüncü şəkildə görürsünüz. Zeytun ağacı zeytundan hörülmüş çələngi qazananın başına, qələbə qazananın başına tac kimi taxır. Deməli, dördüncü olacaq olimpiya çələngi. Keçirik. Faydalı məsləhət. Münasibət bildirərkən bu sözlərdən istifadə edə bilərsiniz. Məncə, səncə, bizcə, fikrimizcə, mənə görə. Məsələn, mənə görə bu toy, yaxud da bu kino maraqlı deyil. Bu mənim fikrimdir. Mən öz fikrimi bildirirəm. Məsələn, bizə görə o gəlməyəcək. Ya da belə yazmayaq, yazaq ki, məncə qısa olsun biraz. Məncə o gəlməyəcək. Burada mən öz fikrimi bildirirəm. Mənim fikrimə görə o gəlməyəcək. Amma o fikrini dəyişib neyə bilər? Gələ bilər. Keçirik. Olimpiya simvolları haqqında bir fakt və bir münasibət ifadə edən cümlələr yazın. Məsələn, olimpiya halqalarında qırmızı rəng var. Bu bir faktdır. Amma münasibət məncə olimpiya halqaları ən maraqlı simvoldur. Bu artıq sənin fikrinə görədir. Artıq olimpiya halqalarını yazdığına görə biz ikinci qrupu yazacağıq. Olimpiya çələngi. Gəlin baxaq çələngi. Olimpiya çələngində nədən istifadə edirdilər uşaqlar? Deməli, burada zeytun budaqlarından hörülmüş çələnglə mükafatlandırılırlar. Biz fakt olaraq deməliyik ki, çələng, gəlin yazaq, fakt, çələng zeytun ağacının budaqlarından hazırlanır. Keçirik indi münasibət bildirməyə. Münasibət bildirərkən dedik hansı sözlərdən? Məncə, bizcə, fikrimizcə, mənə görə yazırıq. Mənə görə dünyada ən gözəl çələng məhz olimpiya çələngidir. Burada mən öz fikrimi bildirirəm. Artıq münasibətdir bu. Keçirik olimpiya şüarına. Olimpiya şüarının gəlin şəklinə baxaq. Olimpiya şüarının mətnini mən sizə indi oxuyacağam. Burada deyir ki, bəs deməli nədir? Oyunlarında şüarda qaçış, hündürlüyə tullama və ağırlıq qaldırma idman növlərinin işarələri var. Yazırıq fakt. Gəlin əvvəlcə 3-cü qrup yazaq. Fakt. Yazırıq ki, olimpiya şüarında bəzi olimpiya şüarında idman növlərinin işarələri var. İdman növlərinin işarələri var. Həqiqətən də elədir. Baxırıq ki, şəkildə deyil, şəkildə, 3-cü şəkildə. İdman növlərinin işarələri var. Sürətlə qaçmağın, daha sonra üzərkən necə üzmək lazımdır, daha güclü olmaq üçün ağırlığı necə qaldırmaq lazımdır. O ilə bağlı bizə məlumat verir. Münasibət münasibətə məsələn nə yaza bilərik?
Yaza bilərik ki, fikrimcə Olimpiya şüarı o qədər də cəzbedici deyil. Yəni bu mənim fikrimdir. Mən deyirəm ki, mənə görə o qədər cəzbedici, yəni maraqlı deyil. Amma əksinə maraqlıdır. Sadəcə olaraq burada biz fikrimizi bildiririk, münasibət bildiririk. Olimpiya məşəlinə baxırıq. Olimpiya məşəli Yunanistanda Olimp dağlarında yandırılır. Gəlirik 4-cü qrup. Yazırıq. Fakt. Olimpiya məşəli Olimp dağında yandırılır. Həqiqətən də bu bir faktdır. Bayaq mən sizə mətni oxuyanda orada da dedim. Yandırılır. Daha sonra münasibət biz artıq burada fikrimizi bildirməliyik. Burada məsələn deyə bilərik ki, məncə məşəli yandırmaq o qədər də vacib deyil. Burada biz öz fikrimizi sadəcə olaraq bildiririk. Keçirik növbəti səhifəyə. Müəllimin oxuduğu mətni dinləyin. Şəkillər dinlədiyiniz hansı məlumatları əks etdirir? Paralimpiya oyunları. Dünyada olimpiya oyunları ilə yanaşı paralimpiya oyunları da keçirilir. Bu idman yarışlarında əlil idmançılar iştirak edir. Əlil idmançılar. Yəni ayağı və ya qolu olmayan insanlar. Öz bacarıqlarını nümayiş etdirirlər. Paralimpiya oyunları ilk dəfə Londonda keçirilib. Bu oyunların keçirilməsinə Britaniyalı həkim Ludwig Guttmann təklif edib. O, müharibədə əlil olmuş əsgərlərin müalicəsi zamanı bu fikrə gəlib. Ludwig Guttmann bildirir ki, idman bu gənclərə həyatlarına davam etməkdə kömək edəcək. Paralimpiya çempionları isə sübut etdilər ki, həqiqətən də hər kəsin idmanla məşğul olmaq haqqı var. Şagirdlər, indi dinlədiniz mətni. Mən sizin üçün bir də oxuyacağam. Yenə diqqətlə qulaq asırsınız. Dünyada olimpiya oyunları ilə yanaşı paralimpiya oyunları da keçirilir. Bu idman yarışlarında əlil idmançılar iştirak edir. Öz bacarıqlarını nümayiş etdirirlər. Paralimpiya oyunları ilk dəfə Londonda keçirilib. Harda keçirilib? Londonda. Bu oyunların keçirilməsini Britaniyalı həkim Ludwig Guttmann təklif edib. Ludwig Guttmann. Bu da London şəhəri. O müharibədə əlil olmuş əsgərlərin müalicəsi zamanı bu fikrə gəlib. Ludwig Guttmann bilirdi ki, idman bu gənclərə həyatlarına davam etməkdə kömək edəcək. Paralimpiya çempionları isə sübut etdilər ki, həqiqətən də hər kəsin idmanla məşğul olmaq haqqı var. İndi deyir ki, şəkillər dinlədiyiniz hansı məlumatları əks etdirir. Baxın, bu idmançılarda paralimpiya oyunları keçirilir burada. Paralimpiya. Bu Ludwig Guttmann'dır. Ludwig Guttmann, hansı ki həkim idi. Britaniyalı həkim Ludwig Guttmann. Bu da London şəhəridir. Keçirik növbətiyə. Oxuyun, əsas obrazın xarakterinə diqqət edin. Xəstəxana otağı sükuta qərq olmuşdu. Çarpayda uca boylu, möhkəm bədənli, yaraşıqlı bir oğlan uzanmışdı. Qara yumşaq saçları alnına tökülmüşdü. O, Qarabağ döyüşlərində başından yaralanmışdı. İndi hamı bu qəhrəman üçün narahat idi. Həkimlər onun sağalacağına inanmırdılar.
Onlar deyildilər. İlham idmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır. Anası oğlunun əlindən tutub oyanması üçün dua edirdi. Oğlum, İlham, oyan, anan qurban. Birdən İlhamın zəif səsi eşidildi. Mənə soyuqdur. İlham oyanmışdı, lakin gözlərini açanda hər yer qaranlıq idi. Görmə qabiliyyətini itirmiş 19 yaşlı idmançı çətin günlər yaşayırdı. Həmişə idman haqqında düşünürdü. Onun idmana qayıtmaq istəyi hamıya xəyal kimi görünürdü. O isə nikbin insan idi. Heç vaxt ümidini itirmirdi. İndi bizim bu A tapşırığında sual verir ki bizə, bəs daha doğrusu B tapşırığında əsas obraz burada kimdir? İlham. İlhamın xarakteri necə idi? İlham ümidli idi. Neçə yaşı var idi onun? 19 yaşı var idi. O niyə xəstəxanadaydı? Çünki müharibədə yaralanmışdı. O nə haqda xəyallar qururdu? İdmana yenidən qayıdacağı haqqında. O xarakteri necə idi? O deməli nikbin idi. Ümidini itirmirdi, ümidli idi. Deməli xarakter necə idi? Nikbin, ümidli. Keçirik indi. Biz söz boğçasındakı sözləri izah eləyəcəyik. Sükuta qərq olmaq, yəni susursan, heç nə danışmırsan, dinmirsən, demirsən. Mübarizə aparmaq, hər hansı bir işin alınması üçün qalib olmaq üçün çalışmaq. Mübarizə aparmaq nədir? Qalib olmaq üçün çalışmaq deməkdir. Görmə qabiliyyəti. Görmə qabiliyyətini itirmək, yəni gözün görməməsi deməkdir. Daha sonra nikbin, gələcəyə ümidli, gələcəyə inamlı, gələcəyə inanan deməkdir. Ümidini itirmək isə artıq arzu və istəklərinin öz məqsədinə nail olmayacağına inanmaq. Yəni sən artıq inana bilmirsən ki, sənin arzuların reallaşacaq, gerçək olacaq. Deməli, arzu və istəyin həyata keçəcəyinə inanmamaqdır. Keçirik tapşırıq C-yə. Sizcə İlham idmana qayıtmaq istəyini necə həyata keçirə bilərdi? Tapşırıq C. Son abzasda baxırıq. Görmə qabiliyyətini itirmiş 19 yaşlı idmançı çətin günlər yaşayırdı. Həmişə idman haqqında düşünürdü. Onun idmana qayıtmaq istəyi hamıya xəyal kimi görünürdü. O isə nikbin insan idi. Heç vaxt ümidini itirmirdi. Deməli, bizə burada nə deyir? Necə həyata keçirə bilər? O ümidlə gözləyəcək, sağalacaq, yazaq. Ümidlə gözləyib tam sağalacaq və yenidən idmana davam edəcək. Və yaxud da kiməsə orada yaxınlarından kimlərsə ona kömək edəcək və artıq o idmana qayıdacaq. Uğurun sirri mətndən İlhamın xarici görünüşü və xarakterini təsvir edən sözləri yazın. Onlara yaxın mənalı sözlər əlavə edin. Gəlin baxaq. Tapşırıq C. Baxırıq ki, tapşırıq C-da deməli nə etməliyik biz? Mətnə baxacağıq. Əvvəlcə onun xarici görünüşünü, daha sonra isə onun deməli xarakterini təsvir edən sözləri yazacağıq. Xarici görünüşü necə idi? Uca boylu, xarici görünüş. Uca boylu, yaraşıqlı, bədənli
bir oğlan idi. Bu xarici görünüş idi. Bəs xarakteri necə idi? Xarakteri nikbin idi, gələcəyə inanan, nikbin, ümidli. Yazırıq nikbin, ümidli. Bu da onun xarakteri idi. Keçirin növbəti səhifəyə. Uğurun sirri mətnini davamlı oxuyun. İlhamın seçimi ilə öz təxminlərinizi müqayisə edin. Deməli, biz dedik ki, o gözləyəcək ki, tam sağalsın. Daha sonra yenidən neyniyəcək? İdmana özü gedib qayıdacaq. Ya idman müəlliminə müraciət eləyəcək, ya nə isə. Bu şəkildə dedik. İndi gəlin görək. İlham Gənclər və İdman Nazirliyinə müraciət etdi. Ona Paralimpiya üzrə cüdo idman növü ilə məşğul olmağı təklif etdilər. 4 il fasilədən sonra İlham yenidən məşqlərə başlanmışdı. O var gücü ilə məşq edirdi. Tezliklə yarışlarda iştirak etməyə başladı. Yarışların çoxunda da uğur qazandı. Nəhayət Yunanistanda keçirilən Paralimpiya oyunlarının çempionu oldu. Sonralar İlham Zəkiyev dünya və Avropa yarışlarında da dəfələrlə qızıl medal qazandı. İlham, möhkəm iradəsi, özünə inamı ona uğur gətirdi. Həqiqətən də, deməli, müqayisə etsək görərik ki, biz də fikirləşdik ki, o özünə, gələcəyə inanacaq və yenidən oyunlara qayıdacaq. Sadəcə olaraq burada bir fərqli məqamı oldu ki, İlham İdman Nazirliyinə müraciət edir ki, onu yenidən idmana qaytarsınlar. Sadəcə olaraq o sağlamlığının bir qismini itirdiyinə görə əvvəlki idmanla məşğul ola bilmədiyi üçün onu Paralimpiya oyunlarına göndərdilər. Əlbəttə ki, bu da bir idman növüdür və burada da kifayət qədər İlhamın uğurları oldu. Tapşırıq B. Aşağıda verilmiş başlıqları mətnin nömrələnmiş hansı hissəsinə aid etmək olar? Deməli, qalibiyyət, ananın duası, gələcəyə inam. Gəlin baxaq. Baxın, 3, 2 və 1. Aha. Birinci hissədə görürsünüz, ana neynir? Dua edir. Deməli, ananın duasını biz hara əlavə eləyə bilərik? Birinciyə. Daha sonra gələcəyə inam. Baxırıq ki, ikinci hissədə o nikbin düşünürdü. Heç vaxt ümidini itirmirdi. İdmana qayıdacağını bilirdi. Deməli, gələcəyə inam var idi və üçüncü hissədə də burada artıq o yenidən idmana qayıdır və qalibiyyət, yəni qələbə qazanmış olur. Gəlin görək söz bağçasındakı bu sözlərin mənaları nələrdir? Paralimpiya nə deməkdir uşaqlar? Paralimpiya fiziki imkanları məhdud olan şəxs, yəni əlilliyi olan şəxslər, hansı ki, qolu və ayağı olmayan şəxslərin deməli bunların arasında keçirilən bir beynəlxalq idman yarışıdır. Sonra cüdo idman növüdür. Çempion da hansı ki, həmin yarışlarda birinci yerə çıxan, yarışda qalib olan şəxsə çempion deyirlər. Keçirik tapşırıq C-yə. Cümlələrin fakt yoxsa münasibət olduğunu müəyyən edin. Baxırıq. Aha, İlham Qarabağ döyüşlərində ağır yaralanmışdı. Bu bir faktdır. Həqiqətən də o yaralanmışdı. Hamı onun üçün narahat idi. Bu nədir? Münasibətdir yoxsa faktdır? Onun üçün baxın, diqqətli olmalıyıq. Ən əsas hissələrdən biri də elə məhz bu hissədir. Bu hissədə siz artıq deməlisiniz ki, həqiqətən o faktdır yoxsa münasibətdir. Gəlin baxaq mətnə. Mətnə baxırıq. İndi hamı bu qəhrəman üçün narahat idi. Həqiqətən də bir faktdır. Hamı onun sağalıb sağalmayacağı çox maraqlanırdı. Faktdır. Həkimlər onun sağalacağına inanmırdılar. Bu necə deyək indi? Münasibətdir. Çünki ona görə ki,
o həkimlərin öz fikri idi. Həkimlər elə münasibət göstərirdilər ki, o sağalmayacaq. Amma neynədi? Sonda o təmiz sağaldı. İlham Zəkiyev dəfələrlə paralimpiya çempionu olub. Bu da bir faktdır. Onun idmana qayıtmaq istəyi hamıya xəyal kimi görünürdü. Bu artıq onların münasibətidir, onların fikridir. Və bu burada da yenə fakt yox, münasibət olacaq. Çünki hamı onun üçün narahat idi. Niyə görə? Həmin o insanların İlhama qarşı olan münasibətlərdir, İlhama qarşı olan duyğularıdır ki, onlar ona qarşı narahat olublar. Mətndə əsas obraz haqqında verilən məlumatları bir daha diqqətlə oxuyun. Aşağıdakı plan üzrə bu obrazı təsvir edin. Obrazla ümumi tanışlıq, xarici görünüşü və xarakteri. Gəlin yazaq. Obrazla ümumi tanışlıq. Ümumi tanış necə tanış olacaq? Deməli, yazırıq. Görmə qabiliyyətini müharibədə itirmiş 19 yaşlı İlham Zəkiyev əsl qəhrəman idi. Bu, onun haqqında qısaca tanışlıqdır. Daha sonra onun xarici görünüşünü. Uca boylu İlham, uca boylu, möhkəm bədənli, yaraşıqlı bir oğlan idi. İndi gəlin xarakterini yazaq. O hər zaman gələcəyə inanan, ümidli və nikbin idi. Belə, bu da bizim onun haqqında qısaca tanışlığımız. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.